Duz, xörək duzu, buzu niyə əridir? Qarşıdan qış gəlir, qar yağsa yollar donacaq, buz bağlayacaq və bilirsiniz ki, bəzi hallarda yollara buzun açılması üçün xörək duzu səpilir. Müəyyən müddətdən sonra başlayır xörək duzu tökülən hissələrdəki buz əriməyə. Bunun səbəbi nədir? Duz, xörək duzu, buzu niyə əridir? Belə bir məsələ var. Biz bilirik ki, su deyək ki, 0 dərəcə Selsidə donur və havada da temperaturumuz tutaq ki, -6-dır. Amma biz ora duz tökəndən sonra duz nə edir? Həmin buzun ərimə temperaturunu mənfilərə salır. Məsələn, -10-a. O miqdardan asılıdır. Duz çox olarsa çox olacaq. Başlayır o duz buzun üzərinə gələndən sonra orada hissə başlayır həll olmağa və orada artıq qarışıq əmələ gəlir. Biz bilirik ki, qarışıqların fiziki xassələri sabit deyil və hissə başlayır orada həmin qarışığın donma temperaturunu -10-a salır və başlayır orada artıq -10 yoxdur, axı -6-dır. Buz başlayacaq hissə duza qarışaraq əriməyə. Siz də kimya fənnini belə real nümunələrlə öyrənmək istəyirsinizsə, dərslərimizə qoşulun.